tənlik qurmaqla həll edə bilərik bu tipli misalları, məsələləri. Həm də modellə edə bilərik. Deyir, hansısa bir ədəddir. Bax, bilmirəm o hansı ədəddir. X. Onu 7 dəfə artırıb 7-yə vururam. Deyir ki, üzərinə 165-dən sonra gələn ilk cüt ədədi əlavə et. 165-dən sonra gələn cüt ədəd hansıdır Elif? 165-dən sonra gələn 166. Əlavə etmək nə demək? Toplama, çıxma? Toplama. Toplama. Nəticəm neçə eləyir? 208. Bunu bu cür də həll edə bilərsiniz və yaxud da onun modelinə edə bilərsiniz. Bir dənə kvadrat götürərsən, bilmirəm də o nədir. Onu 7-yə vurub, həmin ədədi. Yenə 7-yə vuranda hansı nəticə alınır? Onu mən bilmirəm axı. Sonra onun üzərinə 165-dən sonra gələn cüt ədəd 166-nın gələndə nəticəm 208-dir. Necə taparam Elif? Buna aid işləmişik. Bəli, işləmişik. Müəllimə əslində 208-dən çıxaram 166. Aha. Müəllimə sonra alınan cavabdan da 7-yə vururam. Vurarsan? Yoxsa necə bölərsən? Bölərəm müəllimə. Bəli, əməl nə olurdu? Əksinə dəyişirdi. Əməllər, sən indi bunu özün hesablayarsan.